Esselamu aleykum. Bugün sizinlə inşallah Mədinə 2 dərsinin tapşırıqlarını paylaşacağım. Başlayaq inşallah. Burada Hişamla Bilal arasında dialoqdur. Əd-dərsus səni, ikinci dərs. Esselamu aleykum və rahmetullahi və bərəkətuhu. Və aleykum əssalam və rahmetullahi və bərəkətuhu. Keyfə halukə, yə əxi? Halın necədir ey qardaşım? Mənil əxu. Qardaş kimdir? Ənə mühəndisun cədidun. Mən yeni mühəndisəm. İsmi Hişamun. Adım Hişamdır. Ənə minəl vilayyətil müttəhidəti. Mən Birləşmiş Ştatlardanam. Əhlən və səhlən və mərhəbən bikə yə əxi. Xoş gördük, səfa gətirdin və sənə salam olsun ey qardaşım. Ənə məsrurun biliqaikə. Səninlə görüşümə şadam. Ənə zəmilukə. Mən sənin yoldaşınam. İsmi Bilalu İbnu Həmidin. Mənim adım Bilal, Həmid oğlu Bilaldır. Əmin Vaşinqtonə əntə yə Hişamu. Dirsən Vaşinqtondansan ey Həşim. Lə ənə ləstu min Vaşinqtonə. Xeyr, mən Vaşinqtondan deyiləm. Burada ləysəni, yəni təzə dərsimiz idi. Yəni ləysə feili xeyr, yox mənalarında, deyil mənalarında istifadə olunur. Yəni inşar elədi ki, mən Vaşinqtondan deyiləm. İnni min New York'a. Yəni mən deyir New Yorkdanam. Muslimun əbukə yə Hişamu. Deyir ki, sənin atan müsəlmandırmı ey qardaş? Daha doğrusu ey Həşim. Lə huva ləysə bi muslimin. Xeyr, o müsəlman deyil. Biz qaydada da izah elədik ki,ləysədən sonra gələn söz bir hərf üzəri ilə gələrsə tənvin kəsrada olur. Əgər bir hərf üzəri ilə vermirəmsə cavabı, bu zaman tənvin fəthədə olmalıdır. Və ummukə, bəsdir anan və muslimətun hiyə, deyir o müsəlmandırmı? Lə hiyələysət bi muslimətin. Xeyr, o müsəlman deyil. Ələkə əbnəun yə Həşimu. Sənin oğulların varmı ey Həşim? Nəam, li sittu əbnəin. Mənim 6 oğlum var. Ətulləbunhum. Onlar tələbədirlərmi? Lə hum ləysu bit tulləbin. Xeyr, onlar tələbə deyillər. İnnə bə'duhum tüccarun və bə'duhum mühəndisunə. Həqiqətən onlardan bəziləri tacirlər, bəziləri mühəndislərdir. Ələkə bənətun. Sənin qızların varmı? Nəam. Li xamsu bənətin. Bəli, mənim 5 qızım var. Mütəzəvvicətun. Onlar evlidirlərmi? Lə hunnə ləsnə bi mütəzəvvicətin. Xeyr, onlar evli deyillər. İnnə hunnə siğarun. Onlar kiçikdirlər. Bəduhunnə fil mədrəsətil ibtidaiyyəti və bəduhunnə fil mədinətil mütəvassitati. Deyir, həqiqətən onlardan, deməli, bəziləri ibtidai məktəbdə və bəziləri orta məktəbdədirlər. Ələkə ixvatun. Sən deyir, qardaşların varmı? Lə, ləysə li ixvatun. Xeyr, mənim qardaşlarım yoxdur. İnni li sələsətə əxəvatin. Lə, ləysə li ixvatun. Xeyr, mənim qardaşlarım yoxdur. İnni li sələsətə əxəvatin. Həqiqətən mənim 3 bacım var. Muslimətun hunnə. Onlar müsəlmandılarmı? Nəam, hunnə muslimətun və elhamdülillah. Bəli, onlar müsəlmandırlar. Allaha həmd olsun. İndi isə birinci tapşırıqda aşağıdakı suallara cavab verməyi bizdən istəyir. Mətnə uyğun olacaq sualların cavabları. Birinci sualda nə deyir? Min əynə Həşimun. Həşim haradandır? Deyəcəyik ki, huva minəl vilayyətil müttəhidəti. O Birləşmiş Ştatlardandır. İkinci, min əyyi mədinətin huva. O hansı şəhərdəndir?
cavabında huva min mədinəti deməli hansı idi? New York'a. New Yorkdandır. Üçüncü sualda kəm uxtən ləhu, onun neçə bacısı var? Mətnimizdə onun 3 bacısını deyirdi. Deyəcəyik ki, ləhu sələsu əxəvatin. Onun 3 bacısı var. Sonra ikinci tapşırıqda nə deyir? Doğru cümlələrin qarşısında, yəni doğru işarəsin, səhv cümlələrin qarşısında da xəta işarəsini qoyacağıq. Baxaq, birinci buradan başlayaq. Alt-alta oxuyacağım cümlələri. Ekranda daha böyük görsənsin deyə. Hişamu min Washington. Deyir, Hişam deməli, Washingtondandır. Bu xəta olacaq. Çünki Hişamu min New York'a. Yəni, o New York'dan idi. Sonra burada üçüncünü oxuyuram. Bənətuhu ləsnə bi mutəzəvvicətin. Deyir ki, onun deməli qızları evli deyil. Bəli, bu doğru olacaq. Onun qızları evli deyil idi. 5-ciyə baxaq. Ummuhu leysət bi muslimətin. Deyir ki, anası müsəlman deyil. Bu da xəta olacaq. Çünki onun anası müsəlman idi. Ummuhu muslimətun. Onun anası müsəlman idi. Yox, üzr istəyirəm. Burada mətndə muslimətun, yəni o müsəlman idi. Müsəlman deyil idi əslində. Çünki onun nə atası, nə də anası müsəlman deyil idi. Yəni xəta olacaq bu da. Sonra ikincidə nə deyir? Əxəvatuhu muslimətun. Deyir ki, onun deməli bazıları müsəlmandırlar. Burada xəta olacaq. Daha doğrusu doğru olacaq. Düz idi. Onun bazıları müsəlman idi. Sonra dördüncüdə əbnəuhu tulləbun. Deyir ki, oğulları tələbədirlərmi? Bu xəta olacaq. Sonra nə var burada? Əbuhu muslimun. Deyir ki, onun atası müsəlmandırmı? Xeyr. Yəni, onun atası da müsəlman deyil idi. Əbuhu leysə bi muslimin. Yəni, onun atası müsəlman deyil. Sonra aşağıda bizdə leysə qaydasını verir. Leysəni biz qrammatikada izah elədik. Dedik ki, leysə yox, xeyir, deyil mənalarında istifadə olunur. Yəni, feili belə deyim təmsil edir. Yəni, özü əsl feil olmasa da sadəcə feil kimi istifadə olunur. Deməli, neynirik? Leysə feili haqqında burada cümlələr verir. Həmin o cümlələrində tərcüməsini biz tərcümə eləməliyik. Baxaq, əvvəl normalda belə cümlə verir. Məsələn, Həmidun talibun. Həmid tələbədir. Sonra inkar nədir? Həmidun leysə bit talibin. Biz leysəni dedik ki, ya özündən sonra bir hərf ucəri gəlməlidir xəbər. Ya da ki, bir yoxdursa, məsələn, talibən olmalıydı. Yəni, artıq ləhsədən sonra gələn söz tənvin fəthədə olmalıdır və yaxud da ki, bir hərf ucəri ilə tənvin kəsrədə olmalıdır. Yəni, deyir ki, deməli, o tələbə deyil. Sonra, ət-tulləbu siğarun. Tələbələr kiçikdir. Deyirik ki, ət-tulləbu ləysu bi siğarın. Tələbələr kiçik deyirlər. Sonra, əminətü tabibətun. Əminə tələbədir. Əminətu leysət bit tabibətin. Əminə tələbə deyil. Əl-fətətu mutəzəvvicətun. Gənc qızlar evlidirlər. Əl-fətəyətu ləsnə bi mutəzəvvicətin. Gənc qızlar evli deyirlər. Əntə kəbirun. Sən böyüksən. Əntə ləstə bi kəbirin. Sən böyük deyilsən. Əntum cududun. Siz yenisiniz. Əntum ləstum bi cududin. Siz yeni deyilsiniz. Ənti fəqiratun. Sən kasıbsan. Ənti ləsti bi fəqiratin. Sən kasıb deyilsən. Əntunnə müctəhidətun. Siz çalışqansınız. Əntunnə ləstunnə bi müctəhidətin. Siz çalışqan deyilsiniz. Ənə müdərrisun. Mən müəlliməm. Ənə ləstu bi müdərrisin. Mən müəllim deyiləm. Nəhnu tulləbun. Siz tələbələrsiniz. Nəhnu ləsnə bi tulləbin.
Biz tələbələr deyilik. Növbəti tapşırıqda nə deyir? Burada yenə ləysə feilindən istifadə edərək deməli cümlələrə daxil edəcəyik. Əl-bəbu muğləqun. Qapı bağlıdır. Ləysə əl-bəbu bi muğləqin də deyə bilərəm. Muğləqan da deyə bilərəm. Qapı bağlı deyil. Əl-məu bəridun. Su soyuqdur. Ləysə əl-məu bəridən və yaxud da bi bəridin. Su soyuq deyil. Hişamun məridun. Hişam xəstədir. Ləysə hişamun məridan və yaxud da bi məridin. Hişam xəstə deyil. Əbi nəimun. Atam yatıb. Ləysə əbi nəimən və yaxud da bi nəimin. Atam yatmayıb. Əd-dərsu səbun. Dərs çətindir. Ləysə dərsu səbən və yaxud da bi sabin. Dərs çətin deyil. Əl-məscidu qaribun. Məscid yaxındır. Ləysə məscidu bi qaribin və yaxud da qaribən. Məscid yaxın deyil. Ət-tiflu cəvənu. Deməli, uşaq acdır. Burada fikir verin, cəvənu tənvin qəbul etməyən isim olduğuna görə onun sonunu biz tənvinləyə bilmirik. Tənvinləyə bilmirik. Bu zaman nə edirik? Yəni, deyirik ki, ləysə tiflu cəvənə bu formada deyə bilirik. Bir hərf üzəri ilə də desəydim, bir cəvənə olacaqdı, dəyişməyəcəkdi. Yəni, fəthədə qalır o. Sonra 5-ci çalışmada nə deyir? Deyir, verilmiş nümunələri oxu, sonra gələn cümlələrə ləysə köməkçi feilini daxil et. Deməli, huva təcirun, o tacirdir. Huva ləysə bi təcirin, o tacir deyil. Huva minəl yəbəni, o Yaponiyadandır. Huva ləysə bil yəbəni, o Yaponiyadan deyil. Əs-səyyəratu cəmilətun, maşın yenidir, gözəldir daha doğrusu. Deyirəm ki, ləysə tiz səyyəratu cəmilətən və yaxud da bi cəmilətin, maşın gözəl deyil. Ənə qaniyun, mən qannanam. Ənə ləstu qaniyyən və yaxud da bi qaniyin, mən qannan deyiləm. Əntə fəqirun, sən kasıbsan. Əntə ləstə fəqiran və yaxud da bi fəqirin, mən kasıb deyiləm. Daha doğrusu, sən kasıb deyilsən. Hiyə minəl İraqi, o İraqdandır. Hiyələysət minəl İraqi, o İraqdan deyil. Nəhnu əskiyəu, biz zəkalıyıq. Nəhnu ləsnə əskiyəə, əskiyəyə də tənvin qəbul etmir, yəni fəthədə olacaq. Biz zəkalı deyilik. Sonra, huva azəbun, o evlidir. Huva ləysə azəbən və yaxud da bi azəbin, o evli deyil. Əl-müdərrisunə fil fusuli, müəllimlər sinifdədirlər. Ləysəl müdərrisunə fil fusuli. Bunu ismi cümlə kimi deyəndə biz keçmişdik də, feil qabaqda gəlirsə, feili cümlə kimi gəlirsə, təkdə gəlir. Amma artıq ismi cümlə kimi gəlirsə, artıq isimdən sonra gələn feildə ləysu deməli idik cəmə görə. İndi feili qabağa gətirdim deyə ləysə qabaqda təkdə oldu. Ənti zəkiyyətun, sən daha doğrusu zəkalısan qadın cinsində. Ənti ləsti zəkiyyətən və yaxud da bi zəkiyyətin, sən zəkalı deyilsən. Əntum kibərun, siz böyüksünüz. Əntum ləstum bi kibəran və yaxud da bi kibərin, siz böyük deyilsiniz. Ət-talibətu fil məktəbəti, deyir ki, tələbə qızlar kitabxanadadırlar. Ət-talibətu ləsnə fil məktəbəti, tələbə qızlar kitabxanada deyillər. Əntunnə talibətun cududun, siz yeni tələbələrsiniz. Əntunnə ləstunnə cududən və yaxud da bi cududin, siz yeni tələbələr deyilsiniz. Növbəti çalışmada deyir ki, sualları ləysə köməkçi feilindən istifadə edərək cavablandırın. Mühəndisun əbukə, sənin atan mühəndisdirmi?
Lə əbi ləysə mühəndisən. Mənim atam mühəndis deyil. Müdərrisətun ummukə. Sənin anan müəllimədirmi? Lələysət ummi müdərrisətən. Mənim anam müəllimə deyil. Tulləbun ixvatukə. Sənin qardaşların tələbədirlərmi? Lə ixvati ləysu tulləbən. Mənim qardaşlarım tələbə deyillər. Mümərridatun əxəvatukə. Sənin bacıların tibb bacılarıdırmı? Tibb bacılarıdırmı? Lə əxəvati ləsnə bi mümərridatin. Mənim bacılarım tibb bacıları deyil. Müdərrisun əntə. Sən müəllimsənmi? Lə ənə ləstu bi müdərrisin və yaxud da bi sadəcə müdərrissən deyə bilərəm. Yəni sən müəllim deyilsən. Cududun əntum. Siz yenisinizmi? Lə nəhnu ləsnə bi cududin. Biz yeni deyilik. Cədidətun səyyaratukə. Sənin maşının yenidirmi? Lələysəti ləysət cədidətən və yaxud da bi cədidətin. Xeyr, mənim maşınım yeni deyil. Sonra aşağıdakı tapşırıqda deyir ki, müəllim tələbələrin hər birinə sual verir və tələbələr isə ləysə köməkçi fe'lini istifadə edərək sualı inkarda cavablandırır. Məsələn, böyüdək bunu biraz. Min əmrikə əntə. Deyir, sən Amerikadansan. Deyir, ləstu min əmrikə. Yəni, ləhsəni daxil eləyərəmsə, deyirəm ki, xeyr, mən Amerikadan deyiləm. İkincidə, mütəzəvvicun əntə. Sən evlisənmi? Ləstu mütəzəvvicən və yaxud da bi mütəzəvvicin. Xeyr, mən evli deyiləm. Məridun əntə. Sən xəstəsənmi? Ləstu məridan və yaxud da bi məridin. Xeyr, mən xəstə deyiləm. Mühəndisun əntə. Sən mühəndissənmi? Ləstu mühəndisən və yaxud da bi mühəndisin. Xeyr, mən mühəndis deyiləm. Növbəti axırıncı çalışmamızda nümunələri oxu, sonra gələn cümlələrə innə, yəni həqiqətən ədatını daxil et. Li sələsu əxəvatin. Mənim, deməli, 3 bacım var. Yəni əslin deyir ki, əsluhu sələsu əxəvatin li. Yəni burada göstərir ki, 3 bacını, yəni mənim olduğunu göstərir. Sonra, indi innə daxil edirik. Deyir ki, innə li sələsə əxəvatin. Həqiqətən mənim 3 bacım var. Burada fikir verin. İnnə təkliyə, yəni saya təsir elədi burada. Mənim 3 bacım var. Həqiqətən mənim 3 bacım var. Əslində burada göstərir. İnnə sələsə əxəvatin li. Yəni, eyni mənanı izah eləyir. Sonra, indi cümlələrə fikir verək. Burada nə deyir? Fi fasli xamsətu tulləbin cududin. Deyir ki, sinifdə 5 yeni tələbə var. İndi innə daxil eləyək. İnnə fi fasli xamsətə tulləbin cududin. Həqiqətən sinifdə 5 yeni tələbə var. İkinci, lənə müdərrisun cəyyidun. Bizim yaxşı müəllimimiz var. İnnə daxil eləyək. İnnə lənə müdərrisən cəyyidən. Həqiqətən bizim yaxşı müəllimimiz var. Üçüncü, fi cəybi mi'ətu riyalin. Deyir ki, cibimdə 100 riyal var. Olacaq, inni fi cəybi mi'ətə riyalin. Həqiqətən cibimdə 100 riyal var. Sonra fil hindi ənhərun kəsiratun. Deyir ki, Hindistanda çoxlu çaylar var. İnnə daxil eləyək. İnnə fil hindi ənhəran kəsiratan. Həqiqətən Hindistanda çoxlu çaylar var. Sonra 5-cidə ləkə bərqiyyətun fi məktəbil bəridi. Post idarəsində deyir, sənə telegram var. İnnə ləkə bərqiyyətən fi məktəbil bəridin. Həqiqətən post idarəsində sənə telegram var. Li əlfə
li əlfu dolarin fil məsrifi. Deyir ki, mənim bankda 1000 dollarım var. İnni li əlfə dolarin fil məsrifi. Həqiqətən mənim bankda 1000 dollarım var. Bundan çalışmalar bitdi. Yeni sözlərimiz var burada. Görüş, liqaun, yaxşı, cəyyidun, çay, yəni axan çay deyir. Nəhrun, cəmi ənhərun, post idarəsi, məktəbul bəridi, cib, cəybun, cəbi, cuyubun, telegram, bərqiyyatun, cəmi bərqiyyatun, bank, məsrifun, cəmi məsarifu. Bu da bizim ikinci kitabımız.